Ölümüz Ev kanalından hər birinizi salamlayıram. Bugün də yeni istifadəyə verilmiş bir tətbiq haqqında danışmaq istəyirəm. Birlikdə test etmək istəyirəm. Bu tətbiq Asparking adlanır. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərini Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalara uyğun olaraq təşkil olunması və ödənişin edilməsi üçün nəzərdə tutulub. Bilirsiniz ki, parklanma qaydaları təyin olunmamışdı, tariflər daha doğrusu təyin olunmamışdı. Bütün parklanma yerləri ödənişsiz idi. Ancaq qərar çıxdı və qərar təsdiq olunduqdan sonra artıq bunun ödənişi hansı qaydada olmalı idi? Bu hamı düşündürən bir sual idi və onun üçün də bu tətbiq yaradıldı. Tətbiq üzərindən ancaq nəğdsiz ödənişlər etmək nəzərdə tutulub. Yəni heç bir nəğd ödəniş aparmaq mümkün deyil. Tətbiq həm iOS, həm Android platformasında aktivdir. Gəlin telefonumuza yükləyək Play Marketdən Android üçün və qeydiyyatdan keçməyə çalışaq. Yüklendikten sonra açırıq və belə bir ekran bizi qarşılayır. Burada 3 dil seçimi mövcuddur. 3 dildə təqdim olunur. Azərbaycan, Rus və İngilis dillərində. Daxil ol bölməsini seçirik. Buradan bizdən mobil nömrə istəyir. Mobil nömrə ilə qeydiyyatdan keçəcəyik. Nömrəmizi daxil edək. Təsdiqləmə kodu, bir dəfəlik təsdiqləmə şifrəsi daxil oldu, onu daxil eləyirik. Və aşağıda yeniliklərdən məlumatlı olmaq üçün bölmələr var, seçimi var. Mən həmişə bu tip seçimləri aktiv eləyirəm. Sizə də aktiv eləməyi tövsiyə edirəm ki, gələcəkdə hər hansı dəyişikliklər, yeni qaydalar təyin olunarsa, buradan birbaşa siz qəbul eləyə biləsiniz onu. Burada isə tətbiqdən məkan icazəsi aktivləşdirilir. Bundan sonra isə profildəki qeydiyyat tamamlanması eləməliyik. Ad soyadımızı bura daxil edirik. Daha sonra doğum tariximiz, cins seçimi və ondan sonra mobil nömrəmizi də artıq daxil eləmişdik. Orada görünür. Sağla düyməsini seçirik. Bundan sonra bizdən nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini, dövlət qeydiyyat nişanını bizdən istəyir. Ora daxil edirik. Ondan sonra isə qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsini daxil etməliyik. Onu da daxil edib təsdiqləyirik və ondan sonra qeydiyyat tamamlanır. Belə bir siyahı qarşımıza çıxır. Burada ən yaxın, yəni məkana icazə verdikdən sonra ən yaxında olan parklanma yerlərini bizə göstərir. Neçə yer mövcuddur, qiyməti nə qədərdir və küçə adı, ünvan olaraq, məsafə də bizə nə qədərdirsə o qədər. Hal-hazırda mən Bakı şəhərində deyiləm, məsafə yəni ona görə də həddindən artıq çox göstərir. Burada profil bölməsinə keçid edirik. Balans artımı 3 üsulladır. Bunun biri plastik kartdır. O ikisi isə ödəmə terminallarıdır. Milyon və emanat terminalları üzərindən balansımızı artıra bilərik. Plastik kartla artırmaq üçün qiyməti yazırıq. Ondan sonra kart məlumatlarımızı bura daxil edirik. Adi onlayn ödənişlər hansı qaydada olursa o qaydada. Ondan sonra balansımız artır. Milyon terminalına isə gördüyünüz burada izahı verilib. Ödəmə kartları bölməsini seçirik. Ondan sonra Asparkingi seçirik. Daha sonra qeydiyyatdan keçdiyimiz mobil nömrəni daxil edirik. Nömrə ilə qeydiyyatdan keçdiyimiz Asparking profilinin balansını artırmaq üçün ödənişi edirik. Ondan sonra balansımız terminal üzərindən artırılır. Milyonda da eyni qaydadır. Orada bölmə biraz fərqlidir. Ancaq yenə də
Gedişat eynidir. Bəli, milyonda isə ekranda digərləri bölməsini seçirik. Ondan sonra az parking görünür. Onu seçirik. Yenə də mobil nömrə və adi qaydada əskinasları daxil eləyin bölməsi. Daxil edib təsdiqləyirik. Balansımıza yüklənir. Parklanma ödənişlərinin tarixçəsini görə bilirik. Yəni hal-hazırda ödəniş olmadığı üçün nəticədə yoxdur. Burada davam edən var, hal-hazırda ödəniş eləmişik, aktivdir. Bir də tarixçə var. Buradan da nəzarət edə bilirik. Burada hal-hazırda parklama əməliyyatı bölməsi var. Yer seçin, yeri seçirik. Biraz əvvəl daxil elədiyim avtomobilin nömrəsi. Burada ödəniş üsulunu seçirik. Ödəniş vaxtı, öncədən ödəniş var, sonradan ödəniş var. Burada parklanma vaxtlarını seçdikcə aşağıda qiyməti biz görürük. 1 saat, 15 dəqiqə hər yerdə pulsuzdur. 1 saat, 2 saat bu ərazilərə uyğun olaraq qiymətləri bizə göstərir. Burada olmayan, yəni saat müddətində digər bölməsini seçərək oradan istədiyimiz saatı bu qaydada, məsələn 10 saat, 12 saat seçə bilirik. Seçdikdən sonra aşağıda həmin qiymət əks olunur. Həmin müddətin qiyməti nə qədərdir? Təsdiq edirik. Burada belə bir bildiriş gəlir, vacib bildirişdir. Əgər parkdan kənarda sifariş versəniz, sizin yer başqası tərəfindən tutula bilər. Bu halda park məsuliyyət daşımır. Yəni bu nə deməkdir? Bron etmək deyə bir şey yoxdur. Siz əvvəldən ödəsəz belə, onu sizdən əvvəl oraya yaxınlaşan bir sürücü, yəni daha tez parklamanı eləyib, ödəniş eləyib istifadə eləyə bilər. Bu açıqlamada da bildirilmiş ki, qanunla bu tənzimlənmir, yəni əvvəlcədən bron etmək. Buna görə bu nəzərdə tutulmuyor. Ən yaxşısı yaxınlaşıb park edib ödənişi etməkdir. Əvvəldən park eləyərsiniz, ödənişi eləyərsiniz, yaxınlaşarsınız ki, ora artıq doludur və ödəniş də sizə geri qayıtmayacaq. Hal-hazırda Bakı şəhərindən xəritə üzərində mən yaxınlaşım. Biz orada parklanma yerlərini görəcəyik. Boş yerlər yaşıl işarə ilə rənglənir. Burada fiziki məhdudiyyətli olan şəxslər üçün də yer ayrılıb, parklama zolağında işarələrlə göstərilib. Burada hal-hazırda parklanmada olan real vəziyyəti biz görürük. Nə qədər yer boşdur və ona yaxınlaşdıqda, onu seçdikdə qiyməti nə qədər olacaq, onu görürük və ödənişi də eləyib avtomobilimizi parklaya bilirik. Hacıbəyli 72 ünvanlı mərkəzi postun önü, təsadüfi seçdiyim bir yer. 3 yer var. 1 manat saatı 1 manatdır. Seçib ödənişi etsək, hal-hazırda balans yoxdur. Seçib ödənişi eləyərik və yaxud 15 dəqiqə ərzində qısa müddətə gəlmişsinizsə 15 dəqiqə pulsuz parklamadan istifadə eləyə bilərsiniz. Sağ hissədə gördüyünüz seçimlər var. Bunlar həmin seçdiyiniz yerə getmək üçün telefonunuzda olan navigator tətbiqi ilə hər hansındansa istifadə edirsinizsə, həmin tətbiqlə getmək necə seçdiyiniz yerə gedəcəksiniz, onu göstərir. Həmin hal-hazırda Waze seçirəm. Məndə Waze quraşdırılmıyor, Waze-dən istifadə eləmirəm. Əksəriyyət Waze-dən istifadə eləyir. Waze-i seçirik və həmin seçdiyimiz parkinqə necə gedəcəyik, onu bizə göstərir və yaxud da Google Maps-dən də istifadə eləyə bilərsiniz. Burada bölmələrin içərisində bir bölmədə var, fərdi parklama talonu. Bu nədir? Bu, həmin parklama yerlərinin təşkil edildiyi yolların kənarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillər istifadəçiləri üçün nəzərdə tutulub. Onlar buradan ödənişsiz istifadə edə bilərlər, əgər orada yaşayırlarsa. Bunun üçün də müvafiq
formanı doldurmaq lazım. Orada yaşamadığım üçün daxil olmadım. Yaşayanlar daxil olub fin kodu və yaxud başqa hansı sənədlər istəyirlərsə onları təqdim eləyərək pulsuz istifadə eləyə bilərlər. Bu günlük bu qədər. Bu gün biz yeni istifadəyə verilmiş Azparking tətbiqi haqqında danışdıq. Əgər video sizin üçün faydalı oldusa, videonu bəyənib və kanala da abunə olmağı unutmayın. Sağ olun.